Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xanım sözünün X hərfinə sahib olmayana xanım deyib başınızın üstünə qaldırırsınız. Mən də mənəm, danışmağa ixtiyarım var. Xəbər verir ki, bu sözlər Nadir Qafarzadə günə uğurla verilişində deyib. Sənətçi üzləşdiyi hadisədən danışaraq narazılıq bildirib. Mənim menecerimə zəng gəldi. Bir kişi idi, dedi ki, Nadiri toya dəvət etmək istəyirəm. Mənim belə şeylərdən heç xoşum gəlmir. İnsana müraciət forması var. Bəy, müəllim, xanım, xala və s. Aldım telefonu, dedim ki, gəlmirəm sənin toyuna, çünki sən tərbiyəsizsən. Mən başa düşə bilmirəm ki, bəzən heç bir hörmətə layiq olmayan, adında xanımlığın xeysi olmayan birinə hörmət edib başınızın üstünə qaldırırsınız. Mən də mənəm və bunu deməyə ixtiyarım çatır. Mən layiq olmasam belə, bəs sənin danışıq mədəniyyətin hanı? Əgər mən pisəmsə, sən elə et ki, qoy mən səndən utanam. Belə insanların pulu da mənə lazım deyil.